deməli, aqressiyası, bu nifrəti elə Əli Nağıyevin üzərindən olub ki, Əli Nağıyev onun yatağına kamera qoyub. Nə az, nə çox, düz 5 il Mehman Hüseynovu çəkiblər. 5 il Mehman Hüseynovu dövlət təhlükəsizliyi. Yəni bunlar dövlət deyəndə bax bu qəhbə fahişə ailəni nəzərdə tuturlar. Əliyevləri və Paşayevləri. İndi Paşayevlərində gəlini deməli Ukrayna vətəndaşı olan Alyona Qancıqovadır. Mən bu adı qoydum. İnşallah ki, gələcəyinə də bu adın deməli şeyini nədir o? Hünər göstərər bu adı Alyona Qancıqova daha da təhkimləşdirər. Adına layiq olar. Çünki indi görəcəksiniz siz Mehman Hüseynovun, qoy Mehman Hüseynov gələnə ki, mən bir dənə bunu qoyum. Deməli, baxın, mən sizə şəkilləri burada qoymuşam, bax. Bax, bu prezidentin İlham Əliyevin deməli Alyona Qancıqovadır. O kimi əlində viskisi qucaqdan qucağa gəzir. Çox ürəyi açıq, hamıya paylayan birisidir. Mən əvvəllər nə deyirdim? Ukraynanın da, Rusiyanın da hər yerin yaxşısı da var, pisi də var. Amma mən əvvəllər canlı yayımlarımda nə deyirdim? Deyirdim ki, Əliyevlər, Paşayevlər Azərbaycanı qəhbəxanaya çeviriblər. Niyə qəhbəxanaya çeviriblər? Çünki əvvəllər nə deyirdi? Azərbaycan kişiləri nə edirdilər? Bazlığa gedirdilər, deməli. Aha, Mehman gəldi, ondan sonra davam eləyərik. Mehmanın vaxtı yoxdur. Mehmanı qoşuram efirə. Ha, eşq olsun. Eşq olsun, eşq olsun, eşq olsun. Nasılsınız? Mehman, mən məşqdən çıxırdım. Sənin videovu mənə göndərdilər. Ki, Mehman yeri görüntülər yayıbdı. Mən onu paylaşdım. Sonra dedim, elə bu haqda çıxım danışım. Etik qaydaları da gözləyərək sənə zəng elədim ki, bilirəm son zamanlar Alyona xanım necə qucaqdan qucağa gedir. Sən də elə maşallah kanallarda sən hər şeyi danışırsan. Dedim ki, Mehmanı çox narahat eləməyim. Amma sağ olsun Mehman mənim bu təklifimi qəbul elədi. Dedi ki, sən qardaşsan, hər zaman bu dəqiqə çıxıram. Hər zaman xoşdur. Çox da zamanını almayacam Mehman. Onsuz da bütün Azərbaycan artıq sənin videolarından sirkələnir, bilirlər nə var nə yox. Sadəcə bu Alyonanın yeni fotoğrafları haqqında açıqlama ver. Öz videonda da qəşəng bir video. Deməli, Elşad bəy. Buyur. Bəy yox da, xahiş edirəm. Olmadı ki. Səni də ölkədən dərgin salıblar. Səni də şantaj eliblər. Mənə də atıblar. Sənə də atıblar. Bizdə bəy qalmır. Səmimi. Buyur. Həyat görsənmi necə bumerang kimi işləyir? Bəli. Necə sirlərlə dolu bir həyatdır? Bəli. Sən görsənmi Allah Taala bizim yolumuzu necə açır? Bəli. Əvvəllər bizə namus qeyrətdən, milli mentalitetdən, bizi ləkələyən, bizim ailəmizə şər atan, bizim ailəmizin yatağını güdən adam İlham Əliyev bir gün zaman dəyişdi və biz gördük ki, ölkənin ən namussuz, ən qeyrətsiz, ən belə fahişə. Bütün milli mənəvi dəyərlərdən uzaq olan adam İlham Əliyevdir. Biz görürük ki, illərdir biz nə deyirik? Kayfarik Leyla Əliyeva, qumarbaz İlham Əliyev, mehribanı qumarda uduzan. İlham Əliyev bəzən bu şeylərə göz yumurdu və bu ona problem yaratmırdı. Amma İlham Əliyev fakt qarşısına qoyanda, yəni onu insanlara, cəmiyyətə, millətə sübut edəndə ki, İlham Əliyev, sən busan, sənin gəlinin budur, at və yaşa. Bax, İlham Əliyev fakt qarşısına qalanda bu onu narahat edir. Fikir versinizmi, ay Elşad? Neçə gündür ki, İlham Əliyev efirə çıxmır. Bala Heydər hardadır bilinmir. İlham Əliyev otel açılışlarına əvvəl gedirdi, yoxdur. Müşavirələri yoxdur. Səssizlikdir. Jurnalistlər yoxdur. Deputatlar sakit durub. İlham Əliyev açıqlama verə bilmir. İlham Əliyev sakit durmaqla etiraf edib ki, gəlinli soskadır və əllərdə gəzir. İndi məsələ nədir? Gəlin bu şəklə. Bax. İnsanlar görsün. Mən qoyacam, sən danış. Mən buradan düzəldəcəm o şəkili, sən danış.
Buyur bu şəkil, buyur. Bu